Apple 2025-ci ilin payızında təqdim etməyi planlaşdırdığı yeni iPhone seriyasının top modeli olan iPhone 17 Pro Max-ın batareya tutumunu əhəmiyyətli dərəcədə artırır. Şirkətin tədarük zəncirindən alınan məlumata görə, iPhone 17 Pro Max indiyə qədər istehsal edilmiş ən böyük batareyaya malik iPhone modeli olacaq. Cihazın bu xüsusiyyəti seriyanın texniki performansından çox batareya ömrü ilə diqqət çəkməsinə səbəb olub. iPhone 17 Pro Max böyük batareya ilə gəlir. Yeni modeldə ən diqqət çəkən dəyişikliklərdən biri cihazın qalınlığının artması olub. Bu struktur dəyişikliyi sayəsində batareyanın həcmi genişləndirilib və iPhone 16 Pro Max-da təklif olunan maksimum 33 saatlıq video oynatma müddətinin aşılacağı bildirilir. Rəsmi qiymət hələ açıqlanmasa da, bu artımın batareyanın ömrünə birbaşa və əhəmiyyətli töhfə verəcəyi aydındır. Keçən il buraxılan iPhone 16 Pro Max, iPhone 15 Pro Max-dan təxminən 4 saat daha çox istifadə müddəti təklif etdi. Apple iPhone 17 Pro Max ilə bu yüksəlişi daha da irəli aparmağa hazırlaşır. Artan batareya performansı istifadəçilərin mobil cihazlardan daha uzun müddətli performans gözləntilərinin yaxşılaşması kimi diqqəti çəkir.